Salam dostlar. Belə yol sürə-sürə, belə evləri görsə-də sizlə bir gülməli faktı paylaşmaq istədim. Green Card vizası prosesində indiyə qədər səfirliyi təlaşa gətirən, Gürcüstan səfirliyini təlaşa gətirən bizim övladımız olub bir dənə. Bu gülməli hadisəni bir çoxları bəlkə də bilir, bir çoxları bilmir. Amma belə bir hadisə baş vermişdi. Oğlum səfirlikdə bizə dedilər ki, ümumiyyətlə sizə də deyəcəklər ki, uşağı sərbəst buraxın, uşağa dalaşmaq olmaz, demək olmaz, heç nə olmaz, nə danlamaq olmaz. Və uşaqların orada ərazisi var, haradakı özləri oynayırlar, rahat istirahət edirlər və siz də sıranızda gözləyirsiniz. Növbəniz çatanda uşağı yanına girirsiniz, bir yerdə yaxınlaşırsınız pəncərəyə falan, belə. Biz də uşağa deyilənlərə qulaq asaraq, uşağa heç bir tənbih eləmədən, yəni uşaq nağarı qarsın, gedir orada özü üçün oynayır, kef eləyir. Belə bir şərait yaratdıq uşağa. Uşaq da maşallah, orada divarda sertifikatlar vardı, başladı onları qopartmağa. Nə bilim, sonra bu iqruşkalar var idi, oyuncaqlar. Uşaq polyasında orada oyuncaqları nətər dağıtsa səs aləmə yayıldı və biz kassada rüsumu ödəyirik. Bu an bir də eşitdik ki, bütün səfirliyin siqnalizasiya sistemi qoşuldu. Aləm dəydi bir-birinə. Elə bu moment bir də gördük, bizi çağırırlar ki, bizim övladımız igidlik göstərib və siqnalizasiya sistemini qoşubdur. O üçün belə maraqlı, həyəcanlı, dedi indi bizi qovacaqlar səfirlikdən ki, bu nədir? Amma sağ olsunlar, əksinə elə bildilər, biz uşağa dalaşacaq, gəlirlər, dedilər ki, hər şey qaydasındadır, narahat olmayın. Bu qədər dostlar.